həmişə narazılıq yox idi. Rəcəb adında oğlan idi. Çox gözəl liftimiz həmişə işləyirdi. İşləməsə də bir gün işləməzdi. Tapıb düzəldirdi. Pis vəziyyətdəyik, çıxılmaz vəziyyətdəyik. Dializə gedir, getmək istəmir. Çox vaxt gəlir, saatlarla hədd olur. Bir ay olar. Bax, belə işləmir. Kanalımıza müraciət edən Şirvan şəhəri İstiqlaliyyət prospekti 23A ünvanında yerləşən 9 mərtəbəli binanın sakinləri bildirirlər ki, binada artıq bir aydan çoxdur ki, lift fəaliyyət göstərmir. Bu vəziyyət xüsusilə yaşlıları, xəstələri və azyaşlı övladı olan sakinlər üçün ciddi çətinliklər yaradır. Sakinlərin sözlərinə görə daha əvvəllər Dost İş Mərkəzi vasitəsilə çalışan Babək adlı mütəxəssis tərəfindən nəzarətdə saxlanıldığı müddətdə heç bir problem yaşanmayıb. Həmin şəxsin işdən ayrılmasından sonra liftdə tez-tez nasazlıqlar yaranıb və hazırda bu işlə məşğul olan peşəkar mütəxəssis mövcud deyil. Həsənov Sərvət Səfəroğlu, Şirvan sakiniyəm, 66 yaşım var, indi də xəstəyəm, beynimdə unisit var. Ona görə çıxa bilmirəm, çox çətinliklə düşürəm oradan. Liftdə ay yarımdır ki, işləmir, heç kim baxmır. Çünki əvvəllər lifti düzəldən işçi bu binadan idi, elə həmişə narazılıq yox idi. Rəcəb adında oğlan idi, çox gözəl liftimiz həmişə işləyirdi. İşləməsə də bir gün işləməzdi, tapıb düzəldirdi. Biz də ay yarımdır liftsiz də qalmışıq, heç düşə bilmirik aşağı. İndi bugün güclə düşmüşəm aşağı, əncam çəkə bilsəyiz, hamıya razı olarıq da, minnətdar olar cəmaat da. Çox əziyyət çəkirik liftdən. Kazımova Şərqiyə İsmail qızı. Biz, mənim yoldaşım dializ xəstəsidir, ünsit keçirdi, ürəyində problem var. Ayaqlarında da hissiyyat yoxdur, şəkər xəstəsi də. Vəziyyətdəyik, çıxılmaz vəziyyətdəyik. Dializə gedir, getmək istəmir. Çox vaxt gəlir, saatlarla hədd oturur. Ay yarım, bir ay olar. Bax, belə işləmir. Ondan qabaqda 2 gün işləyirdi, bir gün işləmirdi. Bax, belə bir vəziyyətdəyik. Aşağı düşürəm, demirəm, düşmürəm. Çörək yadımdan çıxdı, qallam girmir. Məsələyə aydınlıq gətirmək üçün Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi ilə əlaqə saxladıq. Qurumdan şifahi olaraq bildirildi ki, sözügedən problemdən xəbərdardırlar. Məlumata görə liftə baxan mütəxəssis tərəfindən texniki baxış keçirilib. Zəruri avadanlıq artıq gətirilib və yaxın günlərdə liftin tam bərpası təmin ediləcək. Eyni zamanda qeyd olunub ki, liftə naməlum şəxs tərəfindən kənar müdaxilə edilir. Bu da nasazlıqların yaranmasına səbəb olur, deyə məlumatda qeyd edilib. Məsələ diqqətimizdədir, mövzuya yenidən qayıdacağıq. Mir Sahib Rahiloğlu, Muğan TV, Şirvan.